Hər kəsə salamlar. Bugün mən nəhayət ki, uzun zamandır istənilən videonu çəkirəm. Bu isə münasibətdə, həyatda, biznesdə, işdə şans barəsindədir. Və ə, videolarımın altında misallar gətirirsiniz. Georgina və Ronaldo, Meghan Markle və Prince Harry. Ə, Yəni deyirsiniz, ay Gülxan, deyirsiniz, yəni möcüzələr olmur, ağatlı şahzadə gəlmir, gözləməyin. Bəs bu misallar və mən sizi çox qəşəng anlayıram və bu mövzunu sevə-sevə analiz elədim. Çünki mən özüm bir gün o insan olmuşam, hansı ki bu mövzulara takıntılı olub. Amma öncədən deyim ki, mənim bugün dediklərim heç birinə sən inanmayacaqsan. İnanmayacaqsan, əminəm. Niyə? Çünki mən də sənin kimi bir zamanlar bax belə bir-iki misalı götürürdüm, ilişirdim onlara və deyirdim, əgər bu varsa, deməli, bütün başqa fakt və argumentlər, bütün mənə deyənlər, hamısı mənasızdır bununla müqayisədə. Axı var, faktik olaraq da görürəm, var. Gəlin danışaq bu barədə. Asan olsun deyə, gəlin elə bir-iki misalın üzərindən gedək də. Meghan Markle və Prince Harry. Bir zamanlar mənim YouTube'da bu videonu mən analiz eləmişdim. Bilmirəm, hələ də var, yoxsa sildim. Çünki mənim artıq mənasız gəldi o videonun analizi. İndi tamamilə fərqli baxışdan analiz edirəm. Və Ronaldo ilə Georgina münasibətinə, ki, onların münasibətini haqqında çox az bilirəm, amma o misalları gətirirlər mənə. Və səçim bir xanım yazır ki, bəs də adi qız idi. Georgina lüks bir mağazində işləyirdi və Ronaldo girdi, onların münasibəti başladı və qızın bütün həyatı dəyişdi. İndi lüks həyat yaşayır, model işləyir, nə bilim, barmağında nə boyda neçə bir karatlıq üzük və gəldi şahzadə Ronaldo gəldi və hər şey dəyişdi. Eynilikdə də Meghan Markle şahzadə ailə həyatı qurdu. Düp və dürüst şahzadə idi. Gəlin baxaq, gəlin anlamağa çalışaq. Əgər fikir versəniz, belə misallar gələndə biz bir növ çox səthi şeylərə toxunuruq. Məsələn, ki, həyatı lüks oldu, puldan danışırıq. Heç nədən bir növ azdan birdən-birə məşhurluğa və vara gəlməkdən danışırıq. Mən demirəm bu pisdir. Mən demirəm pul pisdir, varlı oğlanlara getmək pisdir. Əsla demirəm. Sadəcə, yəni danışırıqsa bütün faktorlara nəzər yetirməliyik, düzdür? Bir növ, niyə deyirəm ki, mənim bütün o dediklərim mənasız gələcək indi bundan sonra? Çünki daxilən baş verənlər bütün hər şey sanki mənasızlaşır. Gözə görünən o yekə brilyantdır, üzüklərdir, həyat tərzinin dəyişməsidir və ən əsası da bunu qadının öz tərəfindən deyil də, onun həyatına başqasının tərəfindən bax belə qızıl bir padnosda sunulmasıdır. Niyə biz bu tərz münasibətlərə, misallara ilişib qalırıq? Çünki biz dərindən düşünə bilmirik. Bizim hamımızın içində o xəyal var, hamımızın, ki, mən heç nə etməyəcəm, amma mənə hər şey veriləcək. Hətta, baxın, yəni o qədər fərqli notlar özümə yazmışam, qoymuşam burada ki, birdən nəyisə unudaram. Biz bu misallara baxanda unuduruq ki, məsələn, düşünmürük, okey, bunda var, bunda var, bunda var, amma milyonlarla qadınla bu hekayə baş vermir. Yəni, bu qadınlardan nə deyə bilərsən, okey, nə olsun, 10 milyon qadın içində birinə baş verir, o bir qadın mən ola bilərəm. Ola bilərsən. Və sən istəsən, oturub bunu gözləyə bilərsən. Çünki sən bu misalları mənə verəndə, mənə bir növ deyirsən ki, o heç nə eləmədi, oturmuşdu və həyat ona bəxş etdi. Və mən də bir növ o qadın kimi belə Allah, kainat, enerji tərəfindən seçilmiş, sevilən bir bəndə olmaq istəyirəm. Hansını ki, belə seçdilər və ona hər şeyi verdilər. Bunu deyirsən. Amma məncə bu elə deyil. Gəlin məsələn baxaq Meghan Markle-a.
Axı niyə sən ya da mən o şahzadə ilə tanış olmadıq? Yəni bu şahzadə ilə tanış olmaq üçün belə bir növ o çevrədə olmaq lazımdır. Düz deyilmi? Məsələn, mən xatırladığıma görə Meghan Markle Harry ilə ortaq dostları tanış eləmişdi. Yəni artıq Meghan o bir qadın idi ki, yəni Amerikada öz səviyyəsində yetərincə seriallara çəkilən bir aktrisa idi, filantropist idi, yəni insanlara kömək eləyirdi. Yəni özünə görə adı sanı var idi və ortaq tanışları olduğuna görə artıq Meghan bəlli dərəcədə bir yerə gəlmişdi öz əməyi ilə, hansını ki biz əsla görmək istəmirik bu misallara baxanda. Biz sadəcə görmək istəyirik ki, prinslə Meghan evləndi və Meghan şahzadə oldu. Vəssalam, təkcə üzərində görsənənə baxmaq istəyirik. Amma ki, Meghan nə boyda yol getmişdi ki, o tanışlıq baş versin, bu bir. Eyni şeydir. Məsəl üçün, Georgina'nı götürək və Ronaldo'nu. Georgina, məsələn, adi Amerikada məsəl üçün məşhur olan Target deyək, mağazasında işləmirdi. O artıq özü üçün bəlli bir səviyyəyə gəlib çıxmışdı. Necəsə o yolu keçmişdi. Hardasa lüks mağazasında işləyirdi, düzdür? Və bəlli bir məsəl üçün görünüşə sahibdir. Gözəlliyi, bədəni, baxımlılığı. Eyni zamanda əminəm ki, qadınlığı, flört eləmək bacarığı var idi ki, Ronaldo o, bilmirəm, belə mi olub hekayə, həqiqətən detalları bilmirəm. O mağazaya girəndə və onu görəndə onların o arasındakı o kontakt yarana bilir. Bu ilk əvvəldir, düzdür? Yəni görürsünüz, bu sadəcə elə deyil ki, Ronaldo girdi, gördü və Georgina. Yox. Georgina orada ola bilmək üçün bəlli bir yol keçib ora gəlib, o mağazada və eyni zamanda da kişilərlə münasibətdə kontakt qurmağa bacaran bir qadın olub. İkincisi, yəni biz artıq gördük ki, onlar birdən-birə tanış olmayıblar da. Yəni onlar bəlli bir yol gəliblər ki, bu insanlarla tanış olmaq fürsətlər olsun. İkincisi, bizdə o var, o dizilərdə, filmlərdə bir növ və son yazılır və onlar bundan sonra ölənə kimi xoşbəxt yaşadılar. Nağılların da sonunda belə olur. Amma reallıqda, gəlin reallığa qayıdaq. Bu misalları verən insanlar reallığı unudur. Reallıqda, okey, çox qadının qabağına fürsətli dediyimiz münasibət, yəni əks cins çıxa bilər. Hansı ki, məsələn, uğurlu biznesmendir və s. Bu tanışlıqlar baş verə bilər çox qadının qabağında. Amma o qadının bir növ bacarığıdır. O birinci görüşdən sonra bu münasibətin davam edə bilməsi. Axı, istər Georgina, istər Meghan, yəni onlar elə bir qadın ola bilərdi ki, okey, ilk dəfə görüşə gedərdilər Harry ya da Ronaldo ilə və ondan sonra da o bir dəfəlik yaxşı idi, amma heç içimdən gəlmədi yenidən səndən görüşməyə, düzdür? O münasibəti davam etdirə bilmək, o münasibəti uzun müddət davam etdirə bilmək ki, bu insan hətta səndən ailə qurmaq istəsin ya da uzun müddət səndən qalsın. Siz həqiqətən düşünürsünüzmü ki, bu asan bir şeydir? Baxın, yenə də biz bunları düşünmək istəmirik. Yox, Aygün xanım, bundan danışma, onlardan demə. Yox, əlbəttə ki, Ronaldo gördü, Georgina vuruldu, elə ürəyə getdi ki, elə onların belə sehirli münasibəti başladı və hər şey öz-özünə, sehirlicəsinə axır, gedir, alınır. Öz-özünə, açar söz orada, öz-özünə. Sanki bunların arasında skandallar olmur, dalaşmalar olmur, gərginliklər olmur, az qala ayrılmaq istəməklər olmur. Georgina Ronaldo ilə yaşadığı həyatın stresini yaşamır, başqa qadınlara qısqanmır, daima özünü formda saxlayır bu qadın, gözəl, baxımlı olmağa məcburdur, çünki göz önünədir, çünki Ronaldo'nun sevgilisidir. Yəni bunlar hamısı, siz anlayırsınızmı nə qədər böyük əməkdir? Eyniliklə də Meghan Harry ilə tanış olduğu gündən o qadının həyatı stres idi. Çünki yəni İngiltərənin United Kingdom'un
gəlin gəlmək asan bir şey deyil də, özünüz də başa düşürsünüz. Özellikle Diana'nın tarixçəsindən sonra. Bu da 2. Yəni mən sizə dönə-dönə göstərmək istəyirəm ki, sadəcə üzdə görsənən deyil, altda verilən nə qədər əmək var. Yenə də deyirəm, əsla pis baxmıram bir qadının zəngin kişi ilə münasibət qurub bir növ həyatını rahatlaşdırmaq, asanlaşdırmaq, lükslaşdırmaq şeyinə. Heç pis baxmıram. Mən sadəcə göstərmək istəyirəm ki, bu da əməkdir. Məsələn, sən də bunu edə bilərsən. O qədər yəni şey var ki, istər Azərbaycanın üzündə, istər Miami'yə, Dubaya köçsən, yəni harda ki çoxlu varlı biznesmenlər var. O tanışlıqları etmək olar. Hətta mən Amerikada yaşayanda bir tanışım var idi. O həyatında bir gün belə işləməmişdi və çox da rahat bu barədə danışırdı. Deyirdi, nə inkişafı, yəni özünü tanıdıqdan bəri çox gənc yaşlardan daima onun həyatında zəngin biznesmenlər olub, hansı ki ona yəni istədiyi həyatı bəxş edib, sonra da biri ilə uzun müddət bərabərlik olub və uşağı var ondan. Amma yəni daxilən o qadın öz ayaqları üstə durmağı seçən qadından əlbəttə ki çox fərqlənir, çünki o daima asılı durumdadır. Yəni bu mümkündür. Amma bunu da unutmamaq lazımdır ki, birincisi, əgər mən zəngin insanla tanış olmaq istəyirəmsə, mən o çevrədə olmalıyam. Necəsə özümü o çevrəyə salmalıyam. Yəni bir növ dostlar edinməliyəm, o çevrədən gözəl görünməliyəm ki, mənə baxan kimi mən bəyənilə bilim, bədənim, görünüşüm baxımlı olmalıdır və mən özümü o çevrəyə salıb, o çevrəyə salandan sonra bəlli bir intellekt, qadınlıq, flört bacarıqlarımla, ağlımla, zəkamla bir yəni eyni o tərzdə olan oğlanla münasibət qurub, sonra da əmək verib davamlı sürdürə bilərəm. Amma fikir verdinsən mən nə qədər addımları sadaladım burada. Və yenə də deyirəm, bunun heç birini sən müzakirə etmək istəməyəcəksən, heç birini. Çünki axı xəyalda elə deyil. Xəyalda odur ki, mən küçədə gedirdim və məsəl üçün Azərbaycanda hansısa zəngin oğlan məni gördü küçədə və dəlicəsinə vuruldu, mənimlə evləndi, 3 gün sonra evlilik təklif elədi və mən indi xoşbəxt yaşayıram. Xəyal budur. Xəyal budur. Və sən istəsən bu xəyalın olmasını gözləyə bilərsən. Varmı şansın? Milyardlarda bir şansın var. Bu şansı gözləmək üçün həyatını hədər eləməyə istəyirsənmi? Bu sənin seçimindir. Mən məsəl üçün çox görürüm konsultasiyada klientlərlə. Bu arada özünü daha yaxşı anlamaq üçün seanslara yazıla bilərsən. Məsəl üçün qadınlar fərqində olmur ki, onlar üçün ən böyük prioritet ailə qurmaqdır. Özəlliklə də yaxşı ailə qurmaqdır. Orada da zənginliyi nəzərdə tutulur. Və insan elə bilir ki, fərqində olmadan şəxsi inkişafı, karyerası çox dəyərsizləşmiş bir şeyə çevrilir. Çünki məqsəd o birisidir, yaxşı ailə qurmaq və beləliklə də qadın bir növ öz dərin, gözəl individuallığını ortaya çıxartmaqdan, şəxsiyyətini inkişaf eləməkdən özünü məhrum edir. Amma yenə də bu mümkündür, bunun yolları var və mən buna əsla pis baxmıram, heç pis baxmıram. Mən sadəcə 2 fərqli yolu göstərməyə çalışıram. Ona görə belə situasiyaları düşünəndə çalış hər tərəfli analiz elə. Sadəcə üstdən demək ki, bu var axı gözümün qabağında da parlayır bu misal, bu var. Deməli bu mümkündür. Amma arxasında nə durub? Bunu əsla düşünmək istəməyəcəksən, düşünmürsən, bəlkə ən azından bundan sonra nəzərə almaq istəyərsən. Çünki durduğu yerdə, yəni okey, даже hətta deyək, küçədə getdim, məni gördü, mənimlə evləndi. Bəs sonra o münasibəti qoruya bilmək, uzun müddətli eləmək, o münasibətdə həqiqətən daima görülmək, xoşbəxt olmaq, vermək və almaq, bunlar hamısı yenə də əməkdir. Əks halda o 3 günə sənə sevib evlənən insan sabahsı gün başqasına sevəcək ya da bütün məhlə ilə səni aldadacaq. Yəni bunun heç birini görürsünüz, yeməyin dadını pozmamaq üçün, xəyalın o dadını pozmamaq üçün bu faktorların heç birini nəzərə almaq istəmirik. Biz sadəcə ideal nağıldan danışıb düşünmək istəyirik. Çünki nağıl ideal olar, düz deyilmi?
Baxın, başqa nəyisə unutmuşam ya, yoxsa yox. Yəni bütün bu istək əslində insanın o dediyim kimi nağıla inanması da harda ki mən heç nə eləmədim və mənə hər şey verildi. Bu da bizdə bir növ bilirsiz uşaqlıqdan gəlir. Çünki axı bizdə uşaqlıqda uzun bir hətta yeniyetmə illərimizdə də ən böyük dəyər, ən böyük sevinc heç nə eləməməkdir. Və sən xoşbəxtsən, yaşayırsan, heç nə eləmirsən, sənin də səni sevən, daima istəyən valideynlərin var, hansı ki, hər şey sənin üçün edir. Bəs bu bir növ, bu uşaqlıq xoşbəxtliyi yenidən biz yetişkin həyatımızda gerçəkləşdirmək istəyirik. Harda ki, biz yenə də uşaq kimi qalırıq və kimsə bizim qayğımıza qalır. Və kimsə bizim qayğımızda elə belə qalmır. Həyat Allah bizi özəl birisi kimi seçib, hansına ki bu hədiyyəni, bu möhtəşəm uşaqlığın davamlılığını, həyatım boyu rahat yaşamı mənə hədiyyə kimi verir və bir növ bizi elə hiss edirik ki, sanki bütün kainat bizim qulluğumuzdadır. Yəni mənim bu barədə düşüncələrim bunlardır. Belə münasibət barədə bunu demək istəyirəm. Əgər sənin əlavə sualların qaldısa, gəlin aşağıda şərhlərdə diskussiya edək. Bəlkə mən nəyisə unutmuşam, maraqlı olar. O ki qaldı, məsələn, toxunmaq istəyirəm biznesdə, işdə. Məsələn, sual verilir ki, hər kitab yazan uğurlu olmur, hər biznes açan uğurlu olmur, hər bir işə başlayan insan, hansı ki arxasında çox əmək verirsiniz, Aygün xanım, çox əmək verirəm, amma alınmadı. Hani deyir, nə qədər əmək verən insanlar var, amma onlarda alınmır. Mən təklif edirəm bütün o verdiyiniz misallara çox individual və fərdi olaraq baxmaq. Mənim də həyatımda tanıdığım insanlar var, hansı ki çox əmək veriblər, gecələri gündüzü olmayıb və onların işi alınmayıb. Amma mən şəxsən məsəl üçün o insanları tanıdığıma görə onların dərindən analiz edirəm və mən görürəm ki, orada edilən böyük səhvlər var. Çox təəssüf ki. Və hətta bəzən olur eyni insanlar, məsəl üçün əgər bu biznesin alınmadırsa, mən əgər həqiqətən ikinci dəfə biznesimin alınmasını istəyirəm, mən gərək bunu götürəm, burada alınmayan hər şeyi, gedəm çox profesional bir terapevtin yanına, ya da illərlə işləyən çox profesional biznes coachun yanına, həqiqətən işini bilən, hansı ki mənə pillə-pillə, rəf-rəf mənimlə aylarla işləyər və mənə başa salar ki, niyə məndə bu iş alınmadı. Bura psixoloji strukturu daxildir, insanın psixoloji strukturu daxildir, biznes detalları daxildir, dəhşət çoxlu faktorlar var. Və insan bunları analiz etməyənə kimi heç vaxt anlaya bilməyəcək, niyə çoxlu əmək verdi və onda alınmadı. Sadəcə o məyusluqla, əlində qalan o məyusluqla yaşayır ki, hirslə, qəzəblə, həyata küskünlüklə ki, bəs nə oldu, deyirlər, əmək ver, alınacaq. Mən bu qədər əmək verdim və alınmadı. Mənim həyatımda da alınmayan şeylər olub və mən indi illər sonra onları analiz edəndə çox qəşəng başa düşürəm, niyə nəsə alınmayıb. Hər şeyin izahı var. Özəlliklə də əgər bu işlə bağlı olan şeydir. Hətta kitab da yazır. Məsələn, o kitabı analiz etmək lazımdır. Yazma tərzini, mətnini. Çox zaman biz axı bir şey yaradanda o bizim uşağımız kimi olur. Biz ona o qədər can veririk, ürək veririk və biz istəyirik ki, o doğulsun, yaransın. Amma bu bizim bir növ baxışımızı kölgələyir. Bizə mütləq kənardan bir feedback, geri dönüş lazımdır. Profesional insanın, hansı ki bizlə emosionallara bağlı deyil, bizi incitməkdən qorxmur, hər şey necə varsa deyir və sadəcə onları analiz edəndən sonra biz başa düşərik ki, problem nə idi və ikinci yaratdığımız kitabda ya biznesdə biz həqiqətən uğurlu ola bilərik. Yəni buna da fikir verin, səthi baxırıq ki, bəs əmək verdi, alınmadı. Yenə də israr edirəm ki, əgər sizin aranızda elə işləyib alınmayan varsa və ya tanışlarınız varsa, gedin və tövsiyə edin ki, profesionalcasına analiz olunsun onların situasiyası. Amma mən sizə inandırım ki, çox insan ona bu təklif olunandan sonra belə aparmayacaq analizə öz situasiyasını. Çünki çox ağırdır anlamaq.
Çox ağırdır anlamaq ki, sən nəyəsə səhv etmisən. Sənin səhvlərinə görə, anlamadıqlarına görə sənin işin alınmayıb. Həyatın sənə vermək istəmədiyinə görə deyil. Çox zaman axı biz düşünmək istəyirik ki, yox mən bilirəm, mən özüm bilirəm necə lazımdır. Mən hər şeyi düzgün eləmişəm. Hətta insan bəzən savaşır deyir, mən də özümü situasiyasında, yox mən bilirəm də belə olmalıydı. Amma sonradan ki, başlayırsan belə anlamağa belə olursan ki, görmək istəmirsən ki, sən bilmirdin, sən anlamırdın. Sənin səhvinin, bir də ücbatından. Amma bu da normal bir şeydir. İnsan səhv edə bir yora gəlir çıxır. Amma kaş ki o səhvlərini görüb analiz edəmə bacarığı özündə yaratsa, o tahammül etmək, tab gətirə bilmək yaransın insanın içində. Ondan sonra həqiqətən nə olsun? Birinci kitabını almadı, ikinci, üçüncü, beşinci kitabın çox gözəl ola bilər. Birinci biznesin, 3 biznesin heç nə ola bilər, amma sən onları dərindən analiz etsən, 4-cü biznesin ola bilər. Amma biz yenə də istəyirik, axı bir dəfədən oturduq, çoxlu işlədik, bilmədik, səhvmi işlədik, süfmü işlədik. Çünki çox zaman çoxlu hərəkət eləmək lazım deyil. Bəzən daha az hərəkət edirsən, amma belə tam nöqtəsindən vurursan. Amma onu da anlamaq lazımdır, analiz bacarığı lazımdır, düzgün marketi seçmək lazımdır, düzgün tərzi seçmək lazımdır. Bunlar hamısı çox böyük əməkdir və dəstək, kömək, professional dəstək, kömək lazım olur bu yolda. Ən azından uğursuz olduğundan sonra belə bu dəstək lazım olur ki, gələn addımlarını daha uğurlu ata biləsən. Belə, mənim şans barədə, uğur barədə baxışlarım budur. Hələ ki budur, indi irəlilərdə nə dəyişəcək bilmirəm. Amma yəni belə paylaşmaq istədim. Sən də fikirlərini paylaş, gəl diskusiya edək. Biz də yenə də gələn həftədən görüşərik.